The Sixth Sense filmində Malcolm Crowe bütün film boyu ölü idi və biz bunu yalnız finalda anlayırıq. Amma rejissor Night Shyamalan maraqlı key momentslar vasitəsilə bunu bizə hələ finaldan əvvəl hiss etdirir. Bruce Willis həmişə eyni geyimdədir. Bütün film boyunca Malcolm onu vurduqları anda üzərində olan eyni köynəyi geyinir. Heç bir dəyişiklik olmadan. İlk baxışda bu qəribə bir detal kimi görünür. Amma filmi yenidən izləyəndə bunun onun artıq sağ olmadığını göstərən bir işarə olduğu aydın olur. Crowe qapını aça bilmir. Filmin bir səhnəsində Malcolm qapını açmağa çalışır, amma bu onda alınmır. İlk baxışda bu əhəmiyyətsiz bir detal kimi görünə bilər. Lakin filmin sonu açıqlandıqdan sonra aydın olur ki, o maddi obyektlərlə qarşılıqlı əlaqə qura bilmirdi, çünki o bir ruh idi. Onun nigah üzüyü yoxa çıxıb. Film boyunca Malcolm üzük taxmır. Halbuki finalda öyrənirik ki, o evli olub. Kulminasiyanında arvadı üzüyü yerə salanda və Malcolm onu götürməkdən imtina edəndə, o anlayır ki, üzük onun barmağında deyil, çünki o artıq ölüdür. O yalnız Cole ilə ünsiyyət qurur. Filmi yenidən izlədikdə aydın olur ki, başqa heç kim Malcolm ilə canlı insanların bir-biri ilə ünsiyyət qurduğu kimi əlaqədə deyil. Sanki o yalnız Cole üçün mövcuddur. Bu da onun həqiqi vəziyyətini işarə edən əsas nüanslardan biridir. Digər personajların davranışı, reallığa işarələr. Restorandakı səhnə, Malcolmun arvadının ona soyuq reaksiya verməsi və ya onun özü ilə danışması, bu nə qəzəbdir, nə də boşanma səbəbi. Əslində isə onun ölümündən sonra yaşanan dərin kədər və tənhalıqdır. Qırmızı rəng fövqəltəbii hadisələrin işarəsi. Filmdə rejissor Night Shyamalan qırmızı rəngdən tez-tez istifadə edir. Bu adətən ruhlar və ya vacib fövqəltəbii məqamlarla bağlı olur. Məsələn, əsas səhnələrdən əvvəl qırmızı əşyalar və ya vurğular ortaya çıxır. Bu işarələr niyə vacibdir? Gizli detallar təsadüfi deyil. Shyamalanın ustalıqla qurulmuş rejissor yanaşmasının bir hissəsidir. Filmdə bütün işarələr tək bir mənaya aparır. Twist heç də qəfil ortaya çıxmır. O, filmin məntiqinə uyğun şəkildə qurulub. Məhz belə nüanslara görə The Sixth Sense yenidən baxmağa dəyər bir film hesab olunur. Bu tamaşaçıya nə verir? Filmin finalını bildikdən sonra yenidən izlədikdə görürsünüz ki, hər bir səhnə, hər dialoq, ən xırda detal belə mürəkkəb bir tapmacanın hissəsidir. İndi isə gizli detallarla tanış olduqdan sonra siz onları filmin özündə asanlıqla tapa bilərsiniz.